dinləyicilər, hörmətli müəllimlər, dəyərli valideynlər və sevimli məktəb yoldaşları. Gələcəyin İşığı FM radiosunun bugünkü efirdə sizlərlə bərabər olmaq mənim üçün böyük şərəfdir. Mən Şəf Şəfəqətzadə 7 sinif şagirdi olaraq sizləri bugünkü xüsusi verilişimizdə salamlayırım. Bugünkü mövzumuz dünyamızın gələcəyi üçün həyati əhəmiyyət kəsb edən bir məsələ ilə bağlıdır. 26 yanvar Dünya Ekoloji Təhsil Günüdür. Bugün təbiətimizi daha yaxşı başa düşmək, qorumaq və gələcək nəsillərə sağlam bir mühit miras qoymaq üçün əvəzsiz imkan təqdim edir. Ətraf mühitlə bağlı maarifləndirmə və təhsil dünyamızın ekoloji tarazlığını qorumaqda, elmi biliklərin gündəlik həyatımıza inteqrasiyasında həlledici rol oynayır. Statistik məlumatlara əsasən dünyanın bir çox regionunda hava və su sikliliyi, meşə sahələrinin azalması, bioloji müxtəlifliyin sürətlə itməsi kimi ekoloji problemlər ciddi narahatlıq doğurur. Məsələn, Ümumdünya Sağlamlıq Təşkilatının 2023-cü il hesabatına görə dünyada hər il təxminən 7 milyon insan hava sikliliyinə bağlı xəstəliklərdən əziyyət çəkir. Bu isə bizə göstərir ki, ekoloji təhsil yalnız məktəb dərslərində deyil, həm də həyatın hər anında aktualdır. Ekoloji təhsil yalnız təbiət haqqında məlumat verməkdən ibarət deyil. Bu, həm də insanın ətraf mühitlə harmoniyada yaşama bacarığını inkişaf etdirməsi deməkdir. Bu prosesdə ekoloji maarifləndirmə məktəblərdən başlayaraq ailələr və cəmiyyətin bütün təbəqələrinə yayılmalıdır. Məktəbimizin də daxil olduğu bu böyük sistemdə biz şagirdlər ətraf mühitin qorunmasında aktiv rol oynaya bilərik. Məsələn, məktəb həyətində tullantıların düzgün idarə olunması, su və enerji sərfiyyatının optimallaşdırılması, bitki və ağac əkilməsi kimi sadə, amma təsirli tədbirlər həm də ekoloji biliklərimizi artırır, həm də mühitin qorunmasına xidmət edir. Dünya Ekoloji Təhsil Günü çərçivəsində biz həm də qlobal perspektivi unutmamalıyıq. Qlobal istiləşmə, iqlim dəyişikliyi, su resurslarının azalması kimi problemlər milli sərhədlər tanımır. Məhz buna görə də bugünkü verilişdə sizə ekoloji problemlər, maarifləndirilməsi və beynəlxalq aspektləri də təqdim etmək istəyirəm. Məsələn, BMT-nin ekoloji proqramının məlumatına görə qlobal istiləşmənin 1,5 dərəcə Selsiya artırılması planetimiz üçün kritik hədd hesab olunur. Əgər bu həddi aşsa, qlobal ekosistemlərdə geri dönülməz dəyişikliklər baş verə bilər. Bu isə həm insan sağlamlığına, həm də iqtisadi inkişafa mənfi təsir göstərir. Belə bir kontekstdə ekoloji təhsil hər bir fərdin həyatında elmi əsaslı qərarlar verməsi üçün vacibdir. Məktəblərdə ekoloji maarifləndirmə proqramların tətbiqi müxtəlif yollarla mümkündür. Təcrübə laboratoriyaları, ətraf mühitin mühafizəsi mövzusunda layihələr, məktəb bağlarının yaradılması və ekoloji həftələrin keçirilməsi şagirdlərin biliklərini praktik formada genişləndirir. Məsələn, Lənkəran rayonunda son 5 ildə ekoloji layihələrə cəlb olunan məktəblər arasında aparılan araşdırmalar göstərir ki, bu tədbirlər şagirdlərin təbiətə marağını 40%-dən çox artırır. Bu da bizə göstərir ki, elmi bilikləri praktiki fəaliyyətlə birləşdirmək həm effektiv, həm də motivasiya edici üsuldur. İndi isə gəlin ekoloji maarifləndirmənin sosial və mədəni aspektlərinə diqqət yetirək. İnsan cəmiyyəti təbiətlə bir-birinə bağlıdır. Ekoloji mədəniyyətin inkişafı, təbiətə hörmətin təbliği və bu dəyərlərin gələcək nəsillərə ötürülməsi sosial həmrəyliyi gücləndirir. Bu baxımdan məktəb radio verilişləri, seminarlar, ekoloji müsabiqələr və açıq dərslər kimi vasitələr uşaqların və gənclərin ekoloji biliklərini genişləndirmək üçün əvəzsiz platformalardır. Belə fəaliyyətlər yalnız bilik artırmaqla kifayətlənmir, həm də onların həyat tərzinə müsbət təsir göstərir. Ekoloji təhsilin bir digər vacib tərəfi də innovativ texnologiyaların istifadəsidir. Məsələn, rəqəmsal ekoloji platformalar, interaktiv oyunlar, virtual laboratoriyalar vasitəsilə şagirdlər ekosistemləri daha yaxından öyrənə bilir. Ekoloji qərar vermə bacarıqlarını inkişaf etdirə bilirlər. Bu xüsusilə müasir gənclər üçün çox aktualdır. Çünki onlar texnologiya ilə gündəlik həyatın ayrılmaz hissəsi olaraq böyüyürlər. Məktəbimizin də bu imkanlardan faydalanması,
təcrübə və bilik mübadiləsinin genişlənməsinə şərait yaradır. Ekoloji təhsil yalnız məktəbdə deyil, evdə də dəstəklənməlidir. Valideynlərin uşaqlara ekoloji dəyərləri aşılamaq üçün birbaşa rolu var. Məsələn, ailədə tullantıların çeşidlənməsi, enerji və su qənaəti, plastikdən istifadənin azaldılması kimi vərdişləri öyrətməklə həm bilik, həm də davranış modelini formalaşdırırlar. Statistik göstəricilər göstərir ki, ailədə ekoloji vərdişlər olan uşaqlar məktəbdə daha aktiv ekoloji təşəbbüslərdə iştirak edirlər. Dünya Ekoloji Təhsil Günü həm də bizə xatırladır ki, hər bir fərdin, hər bir məktəbin və hər bir cəmiyyətin bu məsələdə rolu əvəzsizdir. Hər birimiz təbiətə qayğı göstərərək gələcək nəsillər üçün yaşana bilən bir planet yarada bilərik. Məktəbimizin radiosu Gələcəyin İşığı FM bugün sizə elmi məlumatları, praktik tövsiyələri və ilham verici mesajları çatdırmaqla bu istiqamətdə kiçik, lakin vacib bir addım atır. Sevimli məktəb yoldaşları, hörmətli müəllimlər və dəyərli valideynlər, unutmamalıyıq ki, hər bir ağacın əkilməsi, hər bir su damlasının qorunması və hər bir tullantının düzgün idarə olunması gələcəyimiz üçün böyük əhəmiyyət daşıyır. Ekoloji təhsil bizə yalnız təbiəti anlamağı öyrətmir, həm də həyatımızı, cəmiyyətimizi və planetimizi qorumağın yollarını göstərir. Gəlin hər birimiz bu bilikləri həyatımıza tətbiq edək. Ətraf mühitlə harmoniyada yaşamağa çalışaq və gələcək nəsillərə sağlam bir dünya miras qoyaq. Bugünkü verilişimizdə ekoloji maarifləndirmənin əhəmiyyətini və praktiki yollarını geniş şəkildə müzakirə etdik. Sizdən də bu biliklərin gündəlik həyatınızda tətbiq etməyi tövsiyə edirəm. Evimizi sonlandırmazdan əvvəl bir daha xatırladım. Təbiət bizə ən böyük sərvətimizdir və onu qorumaq hər birimizin vəzifəsidir. Sizi maraqlı məlumatlarla zənginləşdirən bu verilişdə mənimlə bərabər olduğunuz üçün təşəkkür edirəm. Gələcəyin İşığı FM radiosu sizə hər zaman yeni biliklər və ilhamla qarşılayacaq. Sağ olun, ətraf və mühitə qayğı göstərməyi heç vaxt unutmayın.